Herkese salam. Bugün sizlerle 8. sinif İngiliz dil dersinin sayfa 48 ve 49 işleyəcəyik. Bölmemiz grammardır. Yine bugün qayda keçəcəyik. Önemli qaydalardan biridir. Quantifiers'dır. İlk önce keçməzdən əvvəl gəlin bu tapışıqlara baxaq. Deyir, match pictures to the words and then discuss the question. Deyir ki, şəkillərə uyğun sözləri uyğunlaşdır və sualları müzakirə et. Deməli, vulkan deməkdir. Landslide, yer sürüşməsi, yəni yer uçqunu, yer aralanması deyək. Earthquake, zəlzələ. Forest fire, meşə yanğını. Avalanche, qar uçqunu. Draft da belə vulkan kimi çıxır, odur. Deməli, vulkana hansı gedər? Təbii ki, 6-cı gedər. Vulkan baş verir. Vulkana 6-cı. İkincidə aralanmadır da, yəni draftdır daha doğrusu. Draft, yəni ikinciyə. Üçüncü landslide'dir, yəni də torpaq sürüşməsi. Landslide. Torpaq sürüşməsi üçüncüyə gedir. Dördüncüdə qar uçqunudur, avalanche. Beşincidə meşə yanğınıdır, yəni forest fire. Altıncıda da dedik. 5 nə idi? 6-cı zəlzələ, earthquake. Zəlzələdə earthquake yazaq. Onu yazmamışıq. Earthquake. Zəlzələ, o da birinciyə gedir. Bu da tapşırığımızdır. İkinciyə baxırıq. Mesajlar var. Onları oxuyacağıq. Oxuyacağım, sadəcə tərcümə eləməyəcəm. Çünki burada tərcüməlik bir şey yoxdur. Qaydaya uyğundur. Bir də burada yazacağıq. Yəni burada məsələn true false falan istəmir deyə eləməyəcəm. Summit from Hatay, Türkiye. The earthquake hit 10 cities in Turkey on February 6. It was one of the most catastrophic disaster, catastrophic deməkdir, of the century. In some cities, the earthquake damaged all buildings. Biləcək all nədir, no nədir, few, none, little. Hamısı haqqında məlumat verəcəm. Sadəcə oxuyuram. In some areas, it did no harm to buildings at all. More than 48,000 people died in the earthquake. Chepla from Nangsi, Tibet. The avalanche struck a road in Nangsi on January 17. A lot of people died under tons of snow. My family members were also on that road. They survived the disaster with a few injuries. None of them was serious. I am very sorry for the families who lost their beloved ones. Around 30 people died in the avalanche. Alia from Serasan Island, Indonesia. Heavy rain caused landslides on March 6 on remote Serasan Island. Because of the location and continuing rain, people could get only little help at the beginning. Later, rescue teams arrived on the island and helped them. Unfortunately, the disaster killed around 40 people. Burada hadisələrdən danışır. Yəni, məsələn, nə oldu, necə öldülər, qar uçqunu nələrə səbəb oldu. Bunun üstündə yazacağım elə. Summit disaster, yəni nə baş vermişdi orada? Summitdə earthquake idi. Düzdürmü? Yazırıq earthquake. Və gəlin burada yazdım. Bir earthquake. İkinci nədir? İkinci deyir ki, neçə nəfər ölüb? Neçə nəfər yəni ölüb? 48,000 insan. People. Üçüncüdə harda? Location, Chepla location hardaydı? Tibet'te. Tibet. Dördüncüdə nə qədər insan ölmüşdür? 30 people, yəni 30 insan. Beşincidə problem nə idi? Disaster
Landslide, yəni torpaq sürüşməsi idi. Landslide. Altıncı harda baş vermişdir? İndoneziyada. Siz belə də yaza bilərsiniz. Serazan Island. Gəlin bir Serazan yazaq. Serazan Island. Yettincidə nə qədər insan ölmüşdür? 40 people. Onu da deyib özü ilə. Aha, burada indi deyəsiniz ki, bunu da yazaq. Bunu yazmazdan əvvəl gəlirik qaydaya. Səhifə 119 açaq. Sadi qaydadır. Sadəcə yadınızda qalmalıdır, öyrənməlisiniz. Quantifiers. Uşaqlar, gəlin belə bir məlumat verim ki, əvvəllərdən yəqin ki, məlumatınız var. Belə deyək, few, a few, little. Hələ bunlar haqqında danışıram, sonra keçəcəm digərlərinə. Little. Düzdürmü? Yəni bunlar haqqında kifayət qədər, yəni çox da olmasa məlumatınız vardır. Gəlin başlayaq, izah edək. Few nə deməkdir? Az deməkdir. Mənası negativdir. Few'dan sonra həmişə yadınızda saxlayın, cəm sayılabilən isim gəlir. Sayılabilən isim. Baxın, plural countable, cəm sayılabilən isim gəlir. Məsələn, deyir ki, in the street, bu küçədə few buildings survived the disaster. Few az deməkdir. Yəni, burada, məsələn, desək ki, soyuducuda az süd var, almağa ehtiyac yoxdur. Yəni, burada az qoyacaq few. Çünki əgər almağa ehtiyac yoxdursa, azdır da deməli. Amma bir azı artıq almağa ehtiyac var. Deməli, in the buildings, few buildings, in the street, few buildings survived the disaster. Yəni, az binalar deməkdir. Deməli, yadımızda saxladıq. Few'dan sonra həmişə nə gəlir? Cəm sayılabilən isim. Gəlirik a few. A few-nun mənası pozitivdir. Yəni, pozitiv mənalıdır. Mənası biraz deməkdir. Ondan sonra da həmçinin cəm sayılabilən isim gəlir. Yəni, bu sadədir. Sadəcə aralarında fərq mənaları, bir də biri pozitiv meaningdir, biri negativdir. In the street, the earthquake damaged only a few buildings. Biraz binaları dağıdı. Bu sadə. Keçək Lidl-a. Lidl-ın o da az deməkdir. Little-da ancaq fərq, few-la Lidl-da arada fərq. Little-dan sonra həmişə sayıla bilməyən isim gəlir. Baxın, time gəlib burada. Time sayıla bilmir, gələ bilər. Sonra nə bilim, maya bildirənlər, water, rice. Yəni, sayıla bilməyən isimləri bildirikdə yəqin ki, yəni sayıla bilməyən gəlir. A little-da a few-la mənaları eynidir. Deməli, little-da negativ mənadır, yəni pozitiv. A little-da pozitiv mənadır. A little-dan sonra isə yenə də uncountable mənası, yəni sayıla bilməyən isim gəlir. Bunlar sadədir. Keçdik. No var, non var. Uşaqlar, no sözünü, məsələn, deyirik yes, no. No burada inkarlıq bildirir. Yəni, no-dan sonra həmişə sayıla bilən, yaxud da sayıla bilməyən isim gəlir. Rahatdır. Həm sayıla bilən isim gəlir, sayıla bilməyən isim gəlir. No rescue teams were able. Teams burada cəmdədir, countable-dur. No help, sayıla bilməyəndir. Non var, non da heç biri demək deyil. Uşaqlar, desələr ki, nandan sonra isim necə gəlir? Deyəsiniz ki, nandan sonra isim gəlmir. Yəni, biz nanı isimsiz işlədirik. Burada deyir ki, we can use non with singular and plural nouns. Burada deyəsiniz ki, isimlə işləmirdi. Sadəcə, baxın, buradakı qayda ayrıdır. Məsələn, burada nə demək istəyir? Bax, birincidə, bu hissədə siz nə demək istəyir? İsim gəlməz. Yəni, nan, məsələn, book. Nan,
book. Bu gələ bilməz. Düzdürmü? Amma iki cümlə verirlərsə, buradakı birinci cümlədəki isim cəmdədirsə, ikinci cümlədə nandan sonra isim gəlmir. Sadəcə isim cəmdədir və həz işləmir, həv işlənir. Burada ancaq baby food təkdədir isim, ona görə də həz işlənir. Sadəcə köməkçi feillərə əsasən biz isim əsasən köməkçi feili müəyyən edirik. Bir də var none of. None of da əslində eynidir. Sadəcə nə deməkdir? None of o da heç biridir. None of-dan sonra həmişə ya isim gələr, ya da əvəzlik gələr. Məsələn, 4 earthquakes have hit the city this month. Luckily none of them. None of them görürük ki, them burada əvəzlikdir və cəmdə olduğuna görə xəbər də cəmdə olur. Sonra none of earthquakes. Earthquakes isimdir, zəlzələ cəmdədir və xəbər də cəmdədir. Sonra not var burada. Deyir, we can use a plural or singular with none of. Biz deyir none of-la həm tək feil iş edə bilərik, həm cəm feil. Of, yəni ismi aslıdır. Əgər təkdədirsə biz təkdə qoyuruq, cəmdədirsə cəmdə. So deyir, the singular form is usually more formal. Formal, informal basis. Yəni formal daha uyğun, informal biraz yəni uyğunluqdan çıxmışdır. Yəni burada elə də bir çaşdırıcı qayda yoxdur. Gəlirik all. All nədir? Bütün deməkdir, yazaq. All, bütün. Yəni everyone's a complete number or amount of the whole. Uşaqlar, alldan sonra sayıla bilən cəmsim və cəm feil gəlir. Tək feil gəlmir, ancaq cəm feil və sayıla bilən cəmsim gəlir. Məsələn, all disaster survivors əlavə edib, all my aunts, uncles. Sonra görürük ki, xəbər də cəmdədir. Sonra nə var? All the homes. Gördüyünüz kimi verilib. Və alldan sonra mən burada sadəcə bura əsaslanaraq dedim. Amma bura əsaslanaraq da desək, alldan sonra sayıla bilməyən isim və tək feil. Yəni alldan sonra həm sayıla bilən isim, həm sayıla bilməyən isim, həm tək isim, həm cəm feil, həm tək feil, həm cəm feil gələ bilər. Deyir ki, all information about was wrong. Uşaqlar, bax, mənliklə də baxsa, information təkdədir. Deməli, xəbər də təkdə olacaq. Homes cəmdədir, xəbər də cəmdə olacaq. Sonra biz deyirik ki, all of-la da işlədə bilərik. We can use all with of. All of us are hoping for good news from area. Bizim hamımız bu ərazidən yaxşı xəbər gözləməyə ümidliyik. I have sent all of my books. Görürsünüz, my books. Not var. Deyir ki, biz dedik ki, all of-dan sonra dedik, all-dan sonra həm sayıla bilən, həm sayıla bilməyən isim gələ bilər. Amma all of-dan sonra həmişə sayıla bilən countable o yazıram, gəlməlidir. Yəni, burada da not verilib ki, we don't use all of with uncountable nouns. Dedik, all of-dan sonra həmişə sayıla bilən isim gəlməlidir. Sayılmayan isim gəlməz. Daha sonra both either-də digər qaydadır. Yəni, sadə qaydadır. Ümidvaram ki, hər biriniz başa düşdünüz. İndi keçirik tapşırıqlara. Bura baxın. Deməli, 3-cü tapşırığa baxaq. Exercise number 3. Deməli, deyir ki, we use plural nouns. Cəm isimləri nədən sonra işlədirik? Xatırlayaq. A few-dan sonra cəm sayıla bilən, a little-dan sonra tək sayıla bilməyən isim gəlir. Cəm isimlərdə biz a few-da işlədirdik. We can use of after. No-dan sonra biz heç vaxt of işlətmirik. None of ifadəmiz var. None of ifadə var ki, biz none of istifadə edirik. We can use plural nouns after. Nədən sonra cəm isim işlədirik? Little-dan sonra dedik sayıla bilməyən isə tək olacaq. All-dan sonra onu istifadə edirik. Qaydanı oxuduq. İndi bura baxaq. Buraya yazaq exercise number 4.
Aha, burada deyir ki, doğru variantları seçin. Gəlin baxaq. All of dedik. All of'dan sonra biz water birinci ismə baxırıq. Water nədir? Sayıla bilməyəndir. Biz də dedik ki, all of'dan sonra sayıla bilməyən isim işlənməz. All'dan sonra mı işlənir? Ona görə də all water. Sonra luckily deməli dedik ki, ikincidə luckily, none və no var. Uşaqlar, burada nə işlənəcək? No olacaq. Çünki none'dan sonra dedik ki, isim cəmdə olmaz. None of information was. Information təkdədirsə, xəbərdə təkdə olur. Was useful. No'dan sonra of gəlməz. Ona görə none of götürürük. Cümlənin axırını oxumaya ehtiyac yoxdur bəzən də. All neighboring nə ola bilər? Feilimizə baxacağıq. Feilimizə təkdə. Aha, burada nəyə baxırıq? All neighboring countries olacaq. Cəmdə olacaq. I have a few yoxsa few ola bilər. Few olacaq. Çünki a few'dan sonra dedik nə işlənir? Daha doğrusu a few'dan sonra da cəm işlənir. İkinci cümləyə baxırıq. Mən sizə dedim az, biraz fərqləri nə deməkdir? İkinci cümlədə deyirsən mənim ehtiyacım yoxdur. Deməli burada mənim az paltarlarım var. Daha doğrusu biraz paltarım var. Ona görə də few. A few. Is bazı hospitals no medicine left olacaq burada da. Tapşırıq 5-ə baxırıq. Burada yerinə qoyuruq təbii ki də. We still have bottles var uşaqlar. Bottles of water var. Deməli bottles of water varsa biz burada if işləyəcəyik və deyir ki, biraz var da. Burada uşaqlar biraz olacaq, if olacaq. Baxın burada. Çünki mənə hələ ki ehtiyacım yoxdur deyir. Burada bottles of water. Yəni deyir ki, onu başqalarına ver. Deməli çoxdur, biraz var. We still have if olacaq. Və cəmdə gəlib isim. We have few baby food left. Can you please send? Yəni bizim az yeməyimiz var. Sən bizə göndərə bilərsən demək istəyir. Ona görə də burada few. Sonra burada üçüncü none of the rescuers. Yəni burada none of the rescuers bilir ki of-nanla işlənir. All of the rescuers could enter the building but there are still. Burada none olacaq. Yəni daxil ola. Şöyle püst qalsın. Bu biraz mübahisəlidir. Yəni bu qalsın. Burada dördüncüdə all olacaq. Yəni all Turkish people joined. Burada people cəmdədir. Ona görə all işlənir. Beşinci isə southern part of country got no rain at all. So deyir və risk var. Hələ baş verməyibsə yağış deməli riski var. Ceyla has sold her toys to help the survivors of the earthquake. At the beginning she had a little money. Yəni $2, yəni a little olacaq. Yəni biraz pulu var idi. 7-də də 7-də də a little doctors. Burada a little olacaq. Yəni az həkimlər burada işləməyə qərar aldı. 120 nəfərdən 7 nəfər deməli azdır. Ona görə də biz bunu götürdük little. Burada isə none of olacaq dedik. Çünki ikinciyə də baxsaq, but there are still 10 people. Yəni içəridə 10 dənə insan var. Ona görə də biz none götürdük. 6-cı baxırıq. Write a message for the natural disaster message board. Use few, a few, little, a little, all, none, no. Deyir ki, natural, yəni təbii hadisələrlə mesaj yaz. Few bunlardan istifadə edir və bu suallar da verilib ki, what was the most recent natural disaster in your country? Ölkəndə ən çox baş verən təbiət hadisəsi. How did it affect the people and environment? Və bu ətraf mühitə və insanlara necə təsir edir? Bu suallardan ibarət mesaj yazacaqsınız. Ümid edirəm video sizlərə maraqlı və həm də faydalı oldu. Və təzə qaydanı ümid edirəm başa düşdünüz. Yəni də başa düşmədiyiniz olsa, dediyim kimi şərh bölməsində yazarsınız. Mən sizə tez də gec də olsa izahını verəcəm. Ümidvaram bəyəndiniz, izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.